Uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmə hüququ var. Bu, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin yanvarın 28-də keçirilən iclasında müzakirəyə çıxarılan uşaq hüquqları haqqında yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsində həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacağı qeyd olunub. Bununla belə, qanun layihəsində təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcəyi bildirilir. Layihəyə əsasən uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüququ genişləndirilməsi də nəzərdə tutulur. Sözügedən qanun layihəsində uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəliklər qoyulacaq. Bundan başqa, valideynlərin qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəkləri mövzusu da iclasda müzakirəyə çıxarılan uşaq hüquqları haqqında yeni qanun layihəsində öz əksini tapıb. Yeni layihəyə əsasən uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Qanun layihəsində uşağın yaşayış minimum məbləğindən az olmayan məbləğdə maddi sosial təminat hüququ da vurğulanır. Onda qeyd edək ki, bugün keçirilən iclasda müzakirəyə çıxarılan tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanuna təklif edilən dəyişiklikdə uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilməsi nəzərdə tutulub.